Ulduzlar göz vurur, məni çalırım. Getmək istəyirəm, kimsə saxlayır. Ulduzlar göz vurur, məni çalırım. Getmək istəyirəm, kimsə saxlayır. Yaş ötür ölümdə məni haqlayır. Yaş ötür ölümdə məni haqlayır. Qalmışam yerinə göy arasında. Qalmışam yerinə göy arasında. Ya göyden yere görüm yüzünü. Ya atlar göylere vermez yüzünü. Ya göyden yere görüm yüzünü. Ya atlar göylere vermez yüzünü. Tapa bilmirəm özümü, özümü. Qalmışam yerinə göy arasında. Qalmışam yerinə göy arasında. Tapa bilmirəm özümü, özümü. Tapa bilmirəm özümü, özümü. Qalmışam yerinə göy arasında. Qalmışam yerinə göy arasında. 5 il sizinle. Geceler eşkindən yata bilmirəm. Geceler eşkindən yata bilmirəm. Bu aşkı başımdan ata bilmirəm. Neyləyim ki sənə çata bilmirəm. Ayrılık, ayrılık, aman ayrılık. Kalbim dertten olar, yaman ayrılık. Ah uzundur hicrimden kara geceler. Vuruldu kalbime yara geceler. Bilmirəm mən gedim hara geceler. Vuruldu kalbime yara geceler. Ayrılık, ayrılık, aman ayrılık. Kalbim dertten olar, yaman ayrılık.
Məndən sənə nə qalacaq bilmirəm. Sizdən mənə bir ömürlük xatirə. Məndən sizə nə qalacaq bilmirəm. Çətin bir daş üstə daş bitirəm. Niyə uçdu bu qalacı bilmirəm. Çətin bir daş üstə daş bitirəm. Niyə uçdu bu qalacı bilmirəm. Günlər mənə gül yazmağı unutdu. Günüm günün güllərimi yazmağı unuttum. Günüm günün güllerimi kuruttum. Ah bu sevgide kim uduzdu kim oldu. Peşmanım kim olacak bilmirəm. Bu oyunda kim uduzdu kim oldu. Peşmanı kim olacaq bilmirəm. Sesim tutkular azdı. Açardım, hayırdım, hayazdım. Ben arazam sesim tutkular azdı. Açardım, hayırdım, hayazdım. Şimdi daha qaynar təbim ayazdım. İsiner mi bu olacaq bilmirəm. Şimdi daha qaynar təbim ayazdım. İsiner mi bu olacaq bilmirəm. Günlər mənə gül yazmağı günüm günün güllerimi kuruttum. Günler bana gül yazmağı unuttum. Günüm günün güllerimi sevgide kim oldu, kim oldu. Peşmanı kim olacaq bilmirəm. Bu oyunda kim oldu, kim oldu. Peşmanı kim olacaq bilmirəm. Bu sevgide kim oldu, kim oldu. Peşmanı kim olacaq bilmirəm. Bu oyunda kim oldu, kim oldu. Peşmanı kim olacaq bilmirəm. Çox sağ ol Hikmət, minnətdarıq. Məhəbbət Kazımovun ən sevdiyim nəğməsidir. Həmişə, hər zaman efirlərimdə qonaq olanda da bu mahnını ondan xahiş eləmişdim, rica etmişdim. Heç vaxt da sözümüzü yerə salmamışdı və hər dəfə ifa edib. Yeri gəlmişkən Məhəbbət müəllim qədər, yəni indi bu sözü yəni ki, hər halda digər ifaçılara baxanda sən daha səmimi qəbul edəcəksən. Heç kim Məhəbbət müəllim qədər bu mahnını ifa edə bilməyib. Yəni ki, onun səsini çaları, onun ürəyini heç kim təkrarlaya bilməyibdir doğrudan da. Sən özün üçün bəs Məhəbbət Kazımov repertuarından ən doğma, ən yaxın mahnı hansıdır? Ən çox sevdiyin mahnısı? Sözün düzün desəm, yəni desəm ki, bu mahnısını çox istəyirəm. Hansısa bir mahnısı yadıma düşsə... Yəni bir çox mahnıları var. Bir çox mahnıları var. Yəni ümumiyyətlə onun mahnısı olsun. Tək özünün bəstələdiyi, özünə məxsus olduğu mahnılar yox. Mən xalq mahnılarımızda deyərdim ki, onun ifasında bəyənmişəm. Yəni bir çox xalq mahnılarımız var, xalq musiqilərimiz var ki, o sırf yəni birbaşa Məhəbbət Kazımovun adı ilə bağlıdır. Yəni onun ifasından sonra xalqın daha çox rəğbətini qazanıb, sevgisini qazanıb. Eləcə də sənin. Yaddaşları da qazanıb, eləcə də mənim.
Məhəbbət Kazımov dediniz ki, onun qədər heç kim oxuya bilməz. Mən istəyirəm bu barədə bir balaca danışam, üzr istəyirəm. Yəni, ümumiyyətlə, Məhəbbət Kazımov elə bir şəxsiyyətdir, elə bir tarix yazdı, elə bir iz qoydu getdi ki, yəni, mənə elə gəlir ki, dünya durduqca onu kimsə təkrarlamağı mümkün deyil. Yəni, məndən bərabər bir çox gənc həmkarlarımız da onun repertuarına müraciət edirik, oxuyuruq, düzdür. Bu təbiidir. Məhəbbət bir dəryadır. O dəryadan bir damla ola bilsəm mən, özümü çox xoşbəxt sanaram. Yəni, mən bugün el şənliklərinə gedirəm, hansısa dost tanış çağırır, istəyənləri çağırır. Yəni, orada mən o qədər hörmət izzət görürəm, o qədər səmimiyyət görürəm. Yəni, mən öz-özümə sual verirəm ki, mən kiməm ki, bunlar belə eləyirlər. Və o mən kiməm ki, sualına mən özümdə belə bir cavab tapıram ki, mən Məhəbbət Kazımovun bacısı oluyam. Amma bu həm də məsuliyyətdir. Mən doğuluşdan xoşbəxtəm. Ki, elə bir şəxsiyyətin bacısı ol kimi doğulmuşam, sözüm o məhəbbəti təkrar eləməyə gəlib çıxır. Yəni, bu boyda hörmət, izzət görürəm, yəni, tərifləyirlər də, üçlükdirsə beşlik deyirlər, beşlikdirsə onluq deyirlər. Belədir, elədir, sırf özürsən, sırf oxşuyursan, siman oxşuyur, səsin oxşuyur, hərəkətlərin oxşuyur. Təbii ki, mənim içimdən gəlir, mən oxşatmıram. Yəni, öz içimdən gəlir. Amma, yəni, onu təkrar eləmək mümkün olan bir şey deyil. Məhəbbətin, mən müəyyən vaxtlar müəyyən sözlər eşidirəm, ay filankəs davamçısı, ay bəhmənkəs davamçısı. Məhəbbətin davamçısı olmaq üçün mənə elə gəlir ki, məhəbbət çərçivəsində nə varsa, onun hamısından bir balaca səndə olmalıdır. Yəni, ekran qarşısında eləşən tamaşaçılarımız da yəqin ki, biraz geniş izah elə, bu çox maraqlı bir fikirdir. Yəni, Məhəbbət Kazımovun 5 dənə, 10 dənə, 3 dənə mahnısını oxuyub, efirə çıxmaqla məhəbbət davamçısı olmaq olmaz. Məhəbbət davamçısı olmaq üçün məhəbbətin xarakteri səndə olmalıdır. Onun xasiyyəti səndə olmalıdır, onun kişiliyi səndə olmalıdır, onun mənliyi səndə olmalıdır. Hərəsindən Məhəbbət Kazımovun çərçivəsində nə varsa, hərəsindən qanı, geni bir balaca səndə olmalıdır. Yəni, bunu mən deməklə onu demək istəmirəm ki, amma deməklə digər rəqibləri sanki, yəni ki, çəkilir. Elə ona diqqət etmək istəyirəm ki, yəni mən bunu deməklə onu demək istəmirəm ki, mənəm Məhəbbət Kazımovun davamçısı. Yox, xeyr, mən də deyiləm. Bir dənə hikmət yox, 100 dənə hikmət. Yəni bu sözü hər kəs işlətməsin. Bir dənə hikmət yox, 100 dənə hikmət ola, məhəbbətin davamçısı olmaq mümkün deyil. Onu sevirik, məhəbbət bir böyük məktəbdir. Biz o məktəbin yetirməliyik. Yəni, bizim oxuduğumuz harasa tamaşaçılara sizə xoş gedirsə, yəni yetirməzsiniz, amma davamçı xoş gedirsə, kiminsə qəlbində bir balaca məhəbbətin yoxluğunu ovundura bilirsə, doldura bilirsə, onun hansısa bir mahnısını oxumaqla, elə bizim xoşbəxtliyimiz bundadır. Hikmət, gəl bu məsələyə toxunaq. Özün dedin ki, misal üçün məclislərdə, tədbirlərdə olursan və Məhəbbət Kazımova olan hörmətdən bir payda səhə düşürsən ki, yəni o şəxsiyyətin adına çox isti qarşılanırsan. Mən deyərdim, elə mənə olan hörmətin hamısı, yəni sırf daimındır. Yəni bir pay yox, bir neçə amma pay yox, hər biri. Amma bunun misal üçün mənfi tərəfi də var. Bu böyük bir məsuliyyətdir sənin üzərində, sənin çiyinlərində. Səni sıxmır mı bu məsuliyyət? Misal üçün biraz hardasa azadlığı bəlkə əlindən alır. Belə olmasaydı daha sərbəst ola bilərdi. Yox, əlbəttə ki, mənim üçün çətinliklər var. Müəyyən yerdə, müəyyən insanların, məsəl üçün, hansısa bir insan sənə nəyisə təklif eləyir. Sənin orada bir xeyrin varsa, yəni tutaq ki, o addımı atırsan. Mənim, məsəl üçün, nəyəsə bir maddiyyat mı deyim, mənəviyyat mı deyim. Yəni, hansı bir addımı atarkən onu da düşünürsən. Onu da düşünürəm ki, yəni mənim özümün ehtiyacım əlbəttə ki, çətindir, hamıdan çoxdur. Amma bir şey mən unutmuram ki, o kişinin adını daşıyıram mən. Məhəbbət Kazımovun bacısı oluyam mən. Bax, bugünə dək hələ də qulaqlarında səslənən, hələ də yadından çıxartmadığın onun sənə söylədiyi bir öyüd nəsiyyət. Yaxud, misal üçün, maraqlı bir hadisə olubsa istərdim ki, danışasan. Tamaşaçılarımıza da çox maraqlı olar. Öyüd nəsiyyət çox olubdur. Ki, məsləhət ki, baba, belə bir şey olub, belə bir iş başıma gəlib, sən bu səhvi təkrarlama və s. Bu kimi? Son bu 3-4 ildə mən demək olar ki, gündəlik, hər gün daimi yanındaydım. Yəni, o insanın atdığı addım da mənim üçün elə bir ki, əzbərdir. Örnəkdir. Örnəkdir, əzbərdir. Yəni, çox... Amma özü olaraq sənə, bilirik ki, ilk addımları atırsan, bir məsləhət kimi, öyüd nəsiyyət kimi nə deyirdi sənə? Nəyi etmə, nəyi elə? Murad müəllim, çox sözlər olubdur, çox məsləhətlər olubdur, çox hərdən, yəni, razılaşmadığı xasiyyətlərim, elədiyim işlər də olubdur. Mənim danlayıbdır bir böyük kimi, əlbəttə ki, daim kimi. Amma bir dənə sözü onun mənim heç vaxt yadımdan çıxmaz. O söz, yəni, mənə deyiləndə bir o qədər umursamadım. Yəni, önəmli saymadım.
yəni belə də sağlığında. Sağlığında dediyi söz. Amma onun dediyi sözdən sonra mən bir müəyyən məclislərdə, müəyyən yerlərdə olandan sonra o insana görə mənə olunan hörməti, izdihamı görəndə o fikir yadıma düşdü. O fikir yadıma düşdü. Rəhmətli mənə dedi ki, Bajoğlu, hər şey yaxşıdır. Biraz tənbəlliyin daşını atsan, oxur, gəl məşğəl özlərində işdə yaxşıdır. Bir dənə mənə dedi ki, heç vaxt başın gicəllənməsin. Dedim ki, dayı, nədən? Dedi, elə nə çox olsa ondan. Yəni sən məşhurlaşsan ondan, pullaşsan ondan, dostların, tanışların çox olsa ondan. Dedi ki, başın gicəllənməsin. Dedim, dayı, nədən? Dedi ki, nəyin çox olsa ondan. Yəni o sözü mən sonradan dərk elədim ki, bu mənə nə demək istəyirmiş. Yəni o söz heç vaxt mənim yadımdan çıxmaz. Doğrudan da. Allah rəhmət eləsin, ruhu şad olsun. Hikmət, məncə artıq səhnəyə çıxıb Məhəbbət Kazımov repertuarına bir daha da müraciət etmək vaxtıdır. Hoş üstə. Buyurun, zəhmət olmasın. Söhbəti sən, sözü sən, sən könlümün özüsən gülüm, dözə bilmirəm sənsin. Sən könlümün özüsən gülüm, dözə bilmirəm sənsin. Eşq-i məhəbbətim can. Yadında mı? Yadında mı? Tesadüf üz-üzə gələndə, gələndə